Bacarmadım, qaytar ruhumu geri. Bu dünyanın adamı ola bilmədim. Mən o biri dünyadanım. Bacarmadım çox üzlüyü, simasızlığı, utanmadan yalan danışmağı, nahaqdan üzə durmağı, dələduzluğu, quldura çevrilib başqasının haqqını yemeyi. Bacarmadım mənfəətdən, puldan ötürü alçalmağı, dediyini danmağı, dili qısı, gözü kölgəli yaşamağı. Bacarmadım yaltaqlığı, xeyrimə görə yalmanmağı. Allah'tan qorxub pulu ona təm tutmadım. Şeytanı dinləmədim, düzdə qaldım yol ayrıcında. Şeytana oxşayanlar yolumu daraltdılar. Hədsiz saxtalıqlardan, yalanlardan ruhum sıxıldı. Mən bu dünyanın adamı ola bilmədim. Fərsiz oldum acgözlər, oğrular, talançılar arasında. Hakkı tapmayanda sarsıldım, acı həqiqət önündə, dərəbeylik qarşısında. Usandım bilərəkdən, görüntü üçün edilənlərdən. Neynim, hər şey pulla ölçənlər içində, zamanı adamı ola bilmədim. Allah'ım, eşidirsən, sınaq bahanəsilə vermisən bizi, hər işdə qəsdimizə duran şeytanın ixtiyarına. Əvvəl üzü qara etmisən məni, hünər bilib, rüşvəti haqq, haramı halal sayanlar, qeyrəti, şərəfi, ali dəyəri pul olanlar əhatəsində. Gəlişimə peşmanam, belə dünyada ləyaqətli ömür sürmək məşəqqətdir, zülümdür. Bacarmıram bu hərkilikdə, ədalətsizlikdə sadəcə insan kimi yaşayım. İlahim, mən bu dünyadan deyiləm, o biri dünyadan, haqq dünyasındanam. Heç neyində gözüm yoxdur. Dayandır bu əzabı, qaytar məni yerimi.